9 ilində yadındadsa sən ondan qabaq demişdin ki, 9 ilində çox tibbi baxımdan sağlamlığa nəzarət eləmək lazımdır. Bəli. İnanmazsan, mənim yadımdan çıxmışdı ümumiyyətlə. Bir də sən ayıldım bir dənə şeydə, o gördüm ki, neçə dənə yeri getmişəm sağlamlığa görə. Ayıldım ki, bu demişdi 9 ilində ki, nə qabaqcadan get. Tam doğru. Dedim, o Nurjeli bu qədər yəni şey var. Çox önəmli. Yəni sən verdiyin qərarın doğru olduğunu bilmək istəyirsənsə, kalendara baxırsan və anlayırsan ki, düz qərar vermisən. Yoxsa səhv qərar. İnsanlar var, 9 ilində biznes açırlar. Mən sahibkarlarla görüşürəm də, biznesini analiz edəndə birinci hansı tarixdə açıldığına baxıram onun. Tarix düz gəlmirsə və yaxud da doğru olmayan tarix seçilibsə, biz onu dəyişdiririk. Mən biznesmenə izah edirəm ki, sahibkara izah edirəm ki, dəyərli sahibkar, bunun sonu bağlanışa aparacaq. Adam həmən oranı bağlayır. O, yəni biznesə də təsir edir insanın. Yəni bax, biznes doğulur. Yarandı tarix. Dövlətdə rəsmi olaraq tarix qoyulur. Tarix yazılan kimi bu tarixdə bu biznesin yoludur fərz elə. Bunun üstünə bir işıq saçacaq. Əgər 7-dirsə, o zaman o kələ-kötürlə gedəcək. Davamlı krizislər yaşayacaq, böhran olacaq. 6-dırsa rahatlıq üzərindən uğur edəcək. Ani zənglər, investisiyalar gələcək o biznesə. Doğru sahə, doğru tarixdə açılmır deyə bizneslərin 95% batır. Bu dövlətə də aiddir, yoxsa ancaq biznesə? Hamısına, hər şeyə. Tarix hər yerdədir. Hər yerdə tarix var. Hamısına da aiddir. Əlavə olaraq, misal üçün, sənin biznesin var, doğru mu? Sən IT şirkətin var. Sən IT şirkətində missiya 4 əslində innovativ sahələr seçilir də. Niyə? Davamlı yeniliklər təklif verirsən orada. Amma sən bu sahədə öz pole жизнедеятельности var. Yəni, öz sahəvə keçid var. Biznes analiz eləyəndə mən baxıram ki, adam öz işi ilə məşğuldumu, yoxsa başqa işləri görür. Misal üçün, missiya 4 idarədə o qədər güclü deyil. İdarəçilik tam bir kimi deyil. Misal üçün, doğru mu? Sən nə eləməlisən? Sən işində marketinq işlərinə baxmalısan və insanlara həqiqi bilikləri öyrətməlisən. O prinsipə bir dəqiqə baxdığımız iş demək olar ki, odanmışam. Sən bunu eləyəndə doğru sahəvə düşmüş olursan. Düşdüyün zaman sən biznesin enerjiləri dəyişir, biznes başlayır böyüməyə. Misal üçün, adam var ki, mən bu yaxında bir koçluq keçdiyim bir adamın bir partnyorluğu baş tutdu, yəni şərikliyi baş tutdu. Adam 7-3-dür, 7-3-dür, analiz qurmanı çox güclü bacarır. Digər tərəfdə şəriki 1-6-dır. Belə işləri görürlər fərz elə və bunlar tanış olur, elə olur ki, yəni sistem qabaqlarına çıxardır. Orada 7 yoga ilə məşğul olmağa başlayandan sonra bu adamla tanış olur. Bu adam biznesi qurub, hazırdır. Amma boşluqlar çoxdur. Strukturda, sistemdə, qanunda boşluqlar var. 3 bütün qanunları bilir. Bunlar uyğunlaşırlar. 3 onun üçün bütün sistemi, strukturu qurur, ofisi götürür, rəsmiləşdirir, hər şey tam belə düz şəffaf vəziyyətə çıxardır və ardınca fürsətlər gəlməyə başlayır dövlətdən ki, bunu bu qədər misal üçün filan yerə lazımdır. Mebel yığın. Doğru qarşılaşmalar olur. İnsan bax, reallaşmasını istifadə eləmirsə doğru qarşılaşmalar olmur biznesində. Sonra həmin o biznesmenlə oturduq, indi biz o bir il nə qədər vaxtı bir yerdəyik də, yəni. Oturduq, ondan həmin biznesi analiz elədik. Sual verirəm ki, bəs komandanı kim öyrədir? Deyir mən. Deyirəm, rəhbərlik kim eləyir mən. Bir 9 kompetensiyaya görə biznes analiz elədim. Yalnız bir dənə kompetensiya üstünə düşdü. Yerdə qalan 8 kompetensiya boşdur. İşçi boşdur, yoxdur orada. İşçi orada yoxdursa, o biznesdə yəni uğur sadəcə səndən asılı olacaq. Və bir müddət sonra vıqaraniyə, yanma baş verir, o biznes çökür. Sistem yoxsa sən üzərində düşür də hamısı. Hər şey. Bu günləri böyük biznes, çox bizneslərdə, ölkədə çox bizneslər var. Çox bizneslərdə sistem yoxdur. Hansı işçi harda olmalıdır bilmirlər. Yəni təcrübədən alırıq da işçi. Başqa variantımız yoxdur axı bizim. Təcrübədən almalıyıq. Amma mən misal üçün bir başqa şirkətlə də işləyirəm. CV-ləri mənə göndərirlər. Deyir ki, 1000-dən çox CV var da, misal üçün satışa. Düzdürmü? Deyirəm, bax, 33 yaşa qədər seçirik də, ancaq şuur sayı 5-ləri saxla. Avtomatik olaraq bir 800-ü getdi. Onların içindən gəl seçək. Doğum tarixində bu rəqam olsun, bu rəqam olmasın, bu eləyə bilər, bunlar daha yaxşıdır. Və təbii ki, təcrübə də önəmlidir. Amma bu bizə belə deyək də, bizə çox üstünlük verir. İşi rahatlaşdırır, sürətləndirir və mən həmin işçini gətirib doğru sahəyə qoyuram, 5 danışığı sevir. Satışı da misal üçün. Gətirib doğru sahəyə qoyuram, bu 33 yaşdan əvvəldə, 30 yaşdan sonra dəyişir.
Doğru sahəyə qoyanda bu öz sahəsindədir deyə enerji doğru fırlanmağa başlayır.